Bizim avtomobilimizin kapot hissəsi var ha. Bax görsən. Üst hissəsi də yəni. Bax bu hissə ilə o avtomobili belə deyim müqayisə eləyirsən. Avtomobilin kapotu səviyyəsində olan hissəsini görə bilirsənsə rahat şəkildə çıxa biləcəksən. Görə bilmirsənsə yox. Misal üçün bizim avtomobilin kapotu ilə hündürlüyü baxımından da o avtomobilin harası uyğun gəlir, bagajının qurtaracağı və yaxud da aşağı bamperki var, buferin üst hissəsi, düzdür? Rahat görə bilirsən mi oranı? Eləci, üzr istəyirəm, qoy D rejiminə. Aha. İndi əyləci yavaşca burax. İrəliyə doğru get. Get. Bax, görə bilirsənmi rahat şəkildə? Bax, indi sükanı çevir axıra qədər sağa. Çevirdin. Çox kifayət. Aha, əyləci burax. Qorxma, mən sağa sola baxıram. Sadəcə olaraq bunu sənə hiss elətdirmək istəyirəm. Əyləci burax. Bax, rahat şəkildə keçdin, düzdür, tələsmə. İndi qoy R rejiminə. Sükana toxunma, belə də qalsın. Əyləci burax. Qaydaq öz yerimizə. Aha, indi saxla. Qoy D rejiminə. Sükanı düzləşdir. İndi əyləci bir balaca burax irəliyə doğru. Aha, görsən? Bayaqki kəsişməni, yəni o bagajın qurtaracağını, bax o kant ki var ha, görsən? O hissəndə. Görə bilmirsən ki, oturduğun yerdən. Mən o bagajın qurtaracağı deyirəm, sən ona fokuslanma. Ola bilər ki, qarşıda dayanmış avtomobil alçaq tipli, yəni sedan avtomobil olsun və yaxud da yük avtomobili olsun, sən onun, yəni məqsəd burada o deyil. Düz yerə fokuslan. Avtomobilimizin kapotu hündürlükdə olan hissədən gedir söhbət. Misal üçün oradakı onun yerində bir dirək də ola bilər. O dirəyin dibini yox, yuxarısını yox, kapotun hündürlükdə olan səviyyəsini görə bilməlisən. Bax, indi görməkdə çətinlik çəkirsən də, düzdür? İndi sükanı çevir sağa. Bayaqki kimi əyləci burax. Aha, bax, keçə bilməyəcək və əminsənmi? Məncə hə. Əminsən, deyəcəksən artıq. Aydındır? Yəni, bunu bu şəkildə hesabını götürürük. Əlbəttə ki, indi erə qoyub, bir balaca geriyə hərəkət edib, təzədən bir neçə dəfə geriyə, irəliyə doğru hərəkət edərək çıxa bilərik. Söhbət bir dəfəyə, bir udara təhlükəsiz çıxışdan dönməkdən gedirsə, bax, onun hesabını bu şəkildə götürürük. Anladın? İndi qoy erə.